Salam əziz abituriyentlər, belə bir misalın əlinə baxaq. 34 nömrəli 5x çıx 4 və 3y üstəgəl 2 qarşılıqlı sadə ədədləri üçün 58 vur 5x çıx 4 bərabərdir 22 vur 3y üstəgəl 2 olarsa, xy hasilini tapın. Birinci onu demək istəyirəm ki, qarşılıqlı sadə ədədlər o ədədlər deyilir ki, onların heç bir ortaq sadə vurğu olmasın. Məsələn, qarşılıqlı sadə ədədlərə 3, 16, 8, 9, 16, 25, elə 29, 11. Belə ədədlərə, bu formada olan ədədlərin hamısına qarşılıqlı sadə ədədlər deyilir. Ona görə də mən ilk növbədə bu misalı həll etmək üçün sağ və sol tərəfləri cüt ədəd rəqəmlər olduğu üçün sonuncu rəqəmi, bunlar 2, hər ikisi bölünür. 2 ixtisar edirəm, olur 29 vurulmuş 5x çıx 4 bərabərdir 11 vurulsun 3y üstəgəl 2. Dəyişənləri bir kəs şəklində götürək, ədədləri isə digər kəs şəklində götürək. Onda 5x çıx 4 böl 3y üstəgəl 2 bərabərdir 11 böl 29 olar. Və buradan görünür ki, birinci kəsrin surət və məxrəci qarşı sadədir, ikinci kəsrin də sağ tərəfindəki kəsrin də surət və məxrəci qarşı sadədir. Belə olan halda biz sağ və sol tərəfləri bir-birinə surətli surətdən məxrəci məxrəcə bərabərləşdiririk. 5x çıx 4 bərabərdir 11, 3y üstəgəl 2 bərabərdir 29. Birincini həll etsək, olur 5x bərabərdir 15, x bərabərdir 3. İkincini həll etsək, 3y bərabərdir 27, y bərabərdir 9. Bizdən soruşur x vur y hasilini. O da eləyir 3 vur 9 bərabərdir 27. Diqqətiniz üçün təşəkkür edirəm.